İndi isə inteqrasiya mövzusunun 3-cü hissəsinə keçirik. Cədvəlin aşağı hissəsində fən daxili üfüqi və şaquli inteqrasiya verilibdir. Səhifənin ən yuxarısındakı rəngli cədvəl bizə iki fərqli üfüqi və şaquli inteqrasiyanın fərqini göstərdi. İndi əsas mahiyyət. Üfüqi inteqrasiyada eyni sinifdə fərqli bacarıqları birlikdə işlədirik. Məsələn, eyni anda həm oxuyub, həm yazırıq. Şaquli inteqrasiyada isə eyni bacarığı sinifdən sinifə keçdikcə daha da gücləndiririk. Sinif səviyyəsi. Üfüqi inteqrasiyada sinif dəyişmir. Elə eyni sinifdə qalırıq. Şaquli inteqrasiyada isə sinif dəyişir. 6-dan 7-yə, 7-dən 8-ə pillə-pillə qalxırıq. Məzmun xətləri üfüqi inteqrasiyada fərqli mövzu budaqları eyni anda paralel birləşir. Şaquli inteqrasiyada isə eyni mövzu budağı hər il qorunub saxlanılır. İnkişaf istiqaməti. Üfüqi inteqrasiya bizi eyni anda bir neçə tərəfdən tamamlayır. Şaquli inteqrasiya isə bizi ardıcıl, mərhələli və daha dərindən inkişaf etdirir. Fənlərarası inteqrasiya nədir? Fənlərarası inteqrasiya hər hansı bir real və kompleks hadisənin müxtəlif fənlərin biliş və bacarıqları ilə birlikdə öyrənilməsidir. Bu artıq təkcə bir dərsin içində yox, fərqli dərslərin, həm tarixin, coğrafiyanın, riyaziyyatın əl-ələ verib tək bir problemi həll etməsidir. Beləcə bir mövzuya baxanda onu hər tərəfli görmək mümkündür. Kitabda fənlərin necə əlaqəli olduğuna dair nümunələr. Azərbaycan dili və riyaziyyat. Məktəbdə 200 uşaq haqqında faizlərlə qurulmuş bir tapşırıq verilir. Riyazi hesablamalar edərək tapdığın nəticələrə uyğun, gözəl və aydın bir mətn yaz. İki fərqli dərs birləşib şagirdə kömək edir. Deməli, bu olur fənlərarası. Tarix və Azərbaycan dili. 19-cu əsrdə yaşamış maarifçilərimizin ideyalarını oxuyursan, sonra isə o dövrlə bağlı özündən qısa, maraqlı bir rəy və ya inşa yazırsan. Riyaziyyat və coğrafiya ilə əlaqəli sənə bir xəritə verilir. Oradakı kənd və şəhər əhalisinin sayını, faizini hesablayırsan. Sonra da bölgənin coğrafi xüsusiyyətini, insanların harada daha çox yaşadığını analiz edirsən. Kimya və biologiya, insan bədəninə gedən prosesləri, fermentlərin işini öyrənirsən. Amma bunu başa düşmək üçün kimyəvi tənliklərdən, reaksiyalardan istifadə edirsən. İki elm birləşib, əsl həkim kimi hazırlaşır və fənlərarası inteqrasiya yaranır. Fənüstü inteqrasiya ən böyük supergüc həyatdan götürülmüş UNESCO-nun şərti əsaslı təhsil yanaşmasında fənüstü inteqrasiyanın əsas məqsədi real həyat bacarığı formalaşdırmaqdır. Fənüstü o deməkdir ki, bu qayda artıq kitabların, dərslərin, məktəbin də divarlarını açır. Birbaşa evdən eşiyə çıxanda real həyatda lazım olan ən böyük gücə çevrilir. Fənüstü inteqrasiya öyrənmə prosesində şagirdlərin 21-ci əsr bacarıqlarının fəal şəkildə tətbiqini tələb edir. Bu inteqrasiya növü məktəbdə öyrəndiyin hər şeyi, riyaziyyatı, ingilis dilini, insanlarla gözəl rəftarı bir araya gətirir. Məqsəd odur ki, sən 21-ci əsrin, yəni indiki zamanənin ən ağıllı, ən bacarıqlı uşağı olasan, böyüyəndə qarşına çətin bir problem çıxsa, dərhal onu həll edəsən, insanlarla düzgün ünsiyyət qurasan və dünyanı daha gözəl bir yerə çevirəsən, kamil bir şəxsiyyət olasan. Bu da 3-cü hissə. Dinlədiyiniz üçün təşəkkür.